11-ci sinif suallarının izahı ilə davam edirik. Verilmiş izahlara uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. Öz gəlişi ilə bir yeri və ya şəxsi şərəfləndirmə bu təşrifdir, yəni təşrif buyurma. Bir işi görmək üçün həvəsləndirmə, şövqə gətirmə bu təşviqdir. Bədəni müəyyən üsulla kəsib əməliyyat aparma təşrihdir. Narahatlıq, həyəcan təşvişdir. Tanıma, təyin etmə də təşxisdir. Cavab C variantı. Yanlış olanları müəyyən edin. Deməli, frazeoloji birləşmə, mənasının izahı və onun sinonimi. Demək, əl açmaq, ehtiyacı olan bir şey istəmək, doğrudur. Yəni, kömək istəmək, doğrudur. Əl qaldırmaq, vurmaq deməkdir. Bu yanlışdır, sinonim deyil. Göyə çəkilmək, yox olmaq, itmək deməkdir. Çox sevinmək deyil, yanlışdır. Qanad açıb uçmaq deyil. Frazeoloji birləşmə sinonimi yanlışdır. Kəmini tapmaq, yolunu, üsulunu bilməkdir mənası. Sinonim kimi dilini bilmək ola bilər. Boyun olmaq, səhvini etiraf etmək deyil, əksinə mənası öhdəsinə götürməkdir. Sinonim kimi boynuna götürmək ola bilər. Bəli, kürkünə birə düşmək, narahat olmaqdır mənası. Sinonim kimi frazeoloji birləşmə təşvişə düşmək ola bilər, doğrudur. Deməli, yanlış olanlar 2, 4, 6, 7. E variantı bizim doğru fikirlərimizdir. Eyni ilə bu sual 9-cu sinifdə də düşmüşdü. Cavab burada yanlış olanlar 2, 7, 9 olacaq. İzahına baxmaq üçün 9-cu sinifin izah videosuna keçid edə bilərsiniz. Balinalar beyinlərindəki maqnit xüsusiyyətli kristallarla istiqaməti müəyyən edirlər. Yerin maqnit sahəsindəki dəyişikliklər balinaların sahilə çıxmalarına səbəb ola bilər. Bu iki cümlədə ifadə olunan fikirlərin ən düzgün şəkildə birləşdirilmiş forması aşağıdakilərdən hansıdır? Baxın, burada deyir ki, balinalar beyinlərindəki maqnit xüsusiyyətli kristallarla istiqamət tapdıqları üçün yerin maqnit sahəsində dəyişikliklər onların sahilə çıxmalarına səbəb ola bilər. Elə ən düzgün şəkildə, yəni birləşdirilməsi məzmun baxımından təhrifə uyğun, məruz qalmadan birləşdirildiyi variant odur. Yəni cavab D variantı. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Mübtəda kimi xitabın da forması ilə məzmun arasında fərq olur. Ümumiyyətlə, burada xitabın məzmunu, belə deyək də, bu qüsurludur və xitabın forması ilə mübtəda kimi forması arasında əslində mübtəda kimi deyilməsi yanlışdır. Çünki xitab ümumiyyətlə cümlə üzvlərindən əlaqəyə girmir, suala cavab vermir. Yəni, bu müddanı biz xitab üçün yanlış götürməliyik. Ona görə bir yanlışdır. Doğru fikirləri istəyir bizdən. Sən də bu axşam yola düşəcəksən. Cavab: hə, necə məgər? Cümləsində söz cümlə işlənməmişdir. Halbuki, hə, necə məgər burada söz cümlədir. Çünki orada hə söz cümlədir. Necə məgər? Yəni, verilmiş suala cavabın, məzmunun ifadə etmir də. Necə məgər? Cavab deyil. Əsas nitq hissəsi işlənib, əvəzli işlənib. Amma verilmiş suala cavab məqsədli deyil deyə bu söz cümlədir yenə də. Belə bir qaydadan çıxış eləyərək necə məgər burada söz cümlə olmasını istisna eləmir. İşlənməmişdir, yanlışdır və yanlış verildiyi üçün qarşısında doğru. Heç kəs səni məncə başa düşə bilməz. Mürsəl müdürünə sözsüz itaət edir. Vergülün işlənib işlənməməyindən asılı olaraq mütləq sintaktik vəziyyət. Bəli, doğrudur, amma yanlış verildiyi üçün yanlışdır. Həmcins üzvlərin ifadə vasitələri sinonim və ya antonim sözlər ola bilər. Doğrudur, doğru da verilir. Məsələn, Cəfər Cabbarlının ana şeiri var, deyir, fəqət nə güclü, zəif bir vücud var, yahu, güclü, zəif, görür, həmcinsdə, amma antonimdir. Sinonim, gözəl, qəşəng söz, yəni işlənə bilər zaten sinonimlər, həmcins üzvlər qismində. O adəti üzrə səbir təmkinlə danışırdı, əfsəl, nəyə ki, sabiq dostu Veyselə bel bağladı, əksinə onu daha artıq təqib etməyə başladı. Birinci cümlədə ara söz işlənsə də, ikinci cümlədə işlənməyib. Birinci cümlədə işlənib, ikinci cümlədə də işlənib, əksinə. Ona görə bu yanlışdır, qarşısına yanlış verildiyi üçün doğrudur. 2, 4, 5 bizim doğru variantımızdır.
Verilən sözlərdən uyğun olanları müvafiq şərtlərə görə qruplaşdırın. Yalnız isimdir və ismin iki müxtəlif halında düşünmək olur. Həm isim, həm də başqa nitq hissəsi kimi düşünmək olar. Deməli, yarı. Bir yarı maq, yarımaq feili kimi bu heç. Bir yarı, onun yarı, yar kök, yarı, onun yarı isim. Bir də yarı, tən yarı, burada da sifət. Deməli, həm isim, həm də başqa nitq hissəsi kimi düşünmək oldu. Maya. Bir deyirəm ay olaraq, may ayı, yəni maya az qalıb, maya. Bir də bu quru maya mənasında. Çaydan. Bir bu belə deyək, su qaynadılan o çaydan, bir də var çaydan keçdim. Yəni çıxışlı xal və adlı xal kimi düşünmək oldu. Qaya. Qaya sözü ümumiyyətlə buradakilərin heç bir şərtini ödəmir. Ada. Yenə burada ada soyada fikir verin. Misal üçün burada yönlük al. Bir də bu coğrafiya termini kimi və ümumiyyətlə o dörd tərəfi su ilə əhatə olunmuş qrup hissəsi kimi ada. Burada da adlı xaldadır. Dini bir sifət kimi düşünə bilərik. Bir də dini, nəyi isim kimi düşünə bilərik. Çənə, bir bu belə deyək, dumana çənə yenə yönlük halda, bir də bu bədən üzvü kimi çənə düşünə bilərik. İsmin iki müxtəlif halında, yönlük və adlı halda. Şiş, bir yenə isim kimi düşünə bilirik, şişi. Bir də iti mənasında, yəni şiş ucluqlar, iti ucluqlar mənasında sifət kimi də düşünə bilirik. Daha sonra buta, yenə buradakı şərtlərin heç birinə uyğun deyil. Şəxsi, burada da şəxsi kimi, şəxs kök, şəxsi kimi təsirlik halda isim kimi, həm də şəxsi iş. Misal üçün, burada da sifət kimi düşünə bilərik, yəni isim və başqa nitq hissəsi kimi düşünmək olur şəxsi sözünü. Deməli, birinci şərtə 2, 3, 5, 7, ikinci şərtə 1, 6, 8, 10. Variantı bizim doğru cavabımızdır. Axşamın düşməyinə az qalırdı ki, kəndə çatdım. Tabiəyi mürəkkəb cümləsinin baş cümləsi sadə cümlənin hansı növünə aiddir? Demək, biz bilirik ki, ki ilə bağlananda normalda baş budaq şəklində olmalıdır. Ancaq az qalırdı ki ni burada anda, əndə ilə əvəz eləyə biləndə budaq baş şəklində olurdu. Deməli, axşamın düşmə az qalırdı ki, kəndə çatdım. Baş cümlə kəndə çatdımdır və bu da mən çatdım, müəyyən şəxsli cümlə. Müəyyən şəxsli geniş cümlə, müəyyən şəxsli müxtəsər cümlə. Bu hissəsi də var. Çatdım, kəndə, hara, kəndə, bəli. İkinci dərəcə üzv olduğu üçün geniş cümlədir, tamamilə doğrudur. Müqayisə cədvəlinə əsasən düzgün fikirləri müəyyən edin. Ey könül, 1000 namə yaz bir Gülzarın eşqinə. Onun mühəndis işləyən dayısı 1992-ci ildə vətən uğrunda şəhid olmuşdu. Birinci cümlələri təhlil edək. Yaz, naməni yaz, tamamlıq, neçə namə, 1000 namə, təyin. Bir Gülzarın eşqinə, nəyə, nə məqsədə, nə üçün? Şəhid olmuşdu onun dayısı 1992-ci ildə vətən uğrunda. İsmin təsirli halı ilə ifadə olunmuş tamamlıq var. Namə, bəli, doğrudur. Naməni yaz. Həm əsas, həm də köməkçi hissəsi işlənib. Ey, burada köməkçi hissəsi var. Misal üçün, bir var. Həm də namə, yazmaq, müxtəlif əsas hissələrdə var, amma bu ortağa yazılmalıydı, ona görə yanlışdır. Çünki uğrunda bu cümlədə də köməkçi hissəsi var. Söz birləşməsi ilə ifadə olunmuş zərflik işlənib. 1992-ci il birinci növ təyin söz birləşməsidir və zərflikdir.
doğrudur, amma bir Gülzarın eşqinə, Gülzarın eşqi bu birinci cümləyə də aiddir, ortaqdır, yanlışdır. Təyin işlənməmişdir, ikinci cümlə doğrudur, birinci cümlədə işlənir. Məqsəd zərfliyi işlənib, doğrudur. Adlı hallı söz cümlənin baş üzvüdür, bu da ortaq deyil, heç birinə aid deyil. Düzgün fikirlər deyildi, bəli, 1, 4, 5 bizim doğru fikrimizdir. Bütün məqamlar nəzər... Bu sualda demək 9-cu siniflərin olimpiada suallarında var idi. Cavab 2, 4, 5 olacaq. İzahına baxmaq üçün, yəni 9-cu siniflərin sual deməli izahlarına keçid edə bilərsiniz. Cədvəl əsasən cəsarətlə sözün. Bu sualda eyni də 10-cu siniflərin sualların içərisində düşmüşdü. 10-cu siniflərin olimpiada suallarında var idi. Cavab burada 1, 5, 6 olurdu. Bu sualda 10-cu siniflərdə var idi. Cavab 2, 5 olurdu burada. Bəli, sualların izahına yenə deyirəm. 10-cu siniflərin sual izahlarına keçid edib həmin sualların izahına fikir verə bilərsiniz, nəzər yetirə bilərsiniz. Deməli, boşluqlara uyğun gələn ifadələri müəyyən edin. Bəzi yazıçılar romanın ictimai həyatdakı nöqsanların aradan qaldırılmasına kömək etməsini, deməli, doğru yolu göstərməsini istəyərkən, bəziləri isə romanın cəmiyyətşünaslıq kitabı deyil, bir sənət əsəri olduğunu, ondan yalnız ədəbi gözəlliyin gözlənə biləcəyini irəli sürür. Deməli, cavab D variantı olacaq. Verilən parça ilə bağlı doğru fikir, hansı fikir doğru deyil? Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm, kimi kim, bir vəfa dünyada gördüm, kim bir vəfa dünyada gördüm, bir vəfa gördüm. Deməli, bu Leyli Məcnundan, Məcnunun deyir, bu qəzəl Ağlar Məcnunundur. Məcnunun qəzəlidir. Məsnəvi janrındadır, yanlışdır, poema janrından bir hissədir. Məsnəvi şəklində qafiyələnib. Leyli Məcnun əsərindəndir, Məcnun dilindəndir, rədif işlənib. Gördüm rədifi təzad işlənmişdir. Bəli, vəfa, bir vəfa doğrudur. Mirzə Ələkbər Sabir haqqında verilən fikirlərdən hansılar doğrudur? Palandus imzası ilə satiralar yazmışdı. Palandus həftəlik jurnalında Nizədar imzası ilə satiralar yazmışdı. Bu dərslikdə yoxdur. Ancaq yəni belə bir hissə də var idi ki, o Nizədar imzası ilə burada satirik şeirlərini çap etdirmişdi. Səttarxana satirası deyil, ictimai şeir də satira deyil. Şair özün müddət Balaxanda açdığı Ümid məktəbində deməli çalışıb. Balaxanda yox, Şamaxıda açmışdı. Lirik şeirlərinin birində dərinə dərman tapılmasını istəyir, bəli. Deyir, mübtəla edərdi eşqəm əl götürməndən təbib, eylə bir tədbir ki, bu dərdə dərman olmasın. Şair ölkədə və ölkədən kənardakı bəzi siyasi hadisələrə öz əsərlərində münasibətini bildirmişdi. Bu da doğrudur, onun yaradıcılığını səciyyələndirən fikirdir. Yalnız 4-5 bizim doğru variantımızdır. Qazan xan evinin yağmalandığı boyda Qazan xanın qardaşı Qaragünənin yuxu yozumlarında verilənlərdən biri yoxdur. Demək, bulud var, qan var, qar var, saç da var, duman yox idi, bəli. Nizami Gəncəvinin İskəndərnamə əsəri ilə bağlı hansı fikir doğru deyil? Əsərdə obrazların dilindən verilmiş lirik parçalar var. Xeyr, belə bir hissə yox idi əsərdə. Poemada İskəndər 3 nəsihətnamə yazdırır Əflatuna, Sokrata və Ərastu. İskəndər Daranın sərkərdələrinə inanmır. Bəli, əvvəlcə inanmır, amma sonradan o razılaşır. Ondan ölüm anında İskəndər özünü bir günlük körpəyə bənzədir, doğrudur. Əsərdə İskəndəri təəccübləndirən məkan təsvir olunmuşdur. İskəndəri təəccübləndirən məkan, bəli, Xoşbəxtlər ölkəsi onu təəccübləndirmişdi.
Orta əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı fikirlərdən doğru olmayanı müəyyən edin. Bu dövrün irfani fəlsəfi şeirlərinin qəhrəmanı olan aşiqin eşqi insani yox, ilahi eşqdir, doğrudur. Şeyx Səfiyyəddin Ərdəbilli və Zülfüqar Şirvaninin yaradıcılığında sufi irfani fəlsəfi düşüncələr öz əksini tapmışdır. Bilirik ki, Zülfüqar Şirvaninin yaradıcılığı daha çox dünyəvi xarakter daşıyırdı. Ona görə B yanlışdır. İzzətin Həsənovun apardığı könlümün qəzəli ilahi məhəbbət mövzusundadır, düzdür. Bu dövrdə baş qəhrəmanın ölümünə sevinən insanların təsvir olunduğu əsər yazılmışdır. Baş qəhrəmanın ölümünə sevinən insanların təsvir olunduğu bu Dastan Əhməd Haramiyə aid edilə bilər. Yar dilbər kimi sözlər fərqli mənalar daşıyırdı. Bu da doğrudur. Cəlil Məmmədquluzadənin Anamın kitabı tragikomediyasının baş qəhrəmanı bəzi xüsusiyyətlərinə görə Cəfər Cabbarlının Oqtayloğlu əsərindəki Aslan bəy obrazını, demək, hansı qəhrəman Aslan bəy obrazını xatırladır. Təbii ki, burada biz Rüstəm bəyi, çünki o da ruslara meyil edir, zahirən demokrat kimi görünməyə çalışan, eyni ilə Aslan bəy də zahirən demokrat kimi görünməyə çalışırdı. Uyğunluğun pozulduğu bəndi müəyyən edin. Yazıçının ideyalarının ifadə vasitəsi təzahür formasıdır. Surət, bəli. Səs tərkibi etibarilə bir-birinə yaxın olan sözlərdən yaranır. Qafiyə, doğrudur. Latın sözüdür qurmaq, əlaqə tərtib etmək deməkdir, doğrudur. Ərəb sözüdür mənası eyni cinsli deməkdir. Onun mənası ikilik deməkdir. Eyni cinsli yox, ikilik deməkdir. Elə ona görə uyğunluğun pozulduğu variant D-dir. Bədii əsərdə surətin nigaranlığı, məyusluğunu və s. təsvir edir. Əhvali ruhiyyə təsviri. Doğrudur. Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsərindən verilmiş nitqlərin kimə aid olduğunu ardıcıllıqla qeyd edin. Bu haldakı qiblə aləmin vücudu ulduzların təsirindən qorxu altındadır. Mənim ürəyim tavadakı balıq kimi büryan edir. Bu Axund Səməddir. Axund Səməd. Elə cavab çıxdı. İmkanım qədər sizin hər birinizin nəvaziş mərhəmət göstərmişəm. Sizdən də çox razı və xoşnudam. Bu Şah Abbasa aiddir. Gərək xalqdan heç kəs bu tədbiri bilməyə, bəli, Mövlana Cəmaləddindir bu. Öz rəftarlarında heç bir qanun qaydaya əsaslanan deyildirlər. Bu cür rəftar ancaq zülm və yol kəsənlərin əməlidir. Bu da Axund Səmədə aiddir. Belə işlər xüsusunda mənim düzgün işləyən zehnim məharət göstərir. Bu da Mirzə Yəhyə aiddir. Cavab A variantı.